Filmdə biz təsadüflərin aşırı formada özünü büruzə verdiyini görürük. Qəhrəmanların arkası, yəni tağı köklü olaraq tamamlanmır. Xarakterləri açılmır. Peripetiyalar deyərdim ki, yəni dönüş nöqtələri deyərdim ki, yox səviyyəsindədir. Texniki montaj cəhətdən fikirlərim müsbətdir, lakin filmin bədii montaj yönümündə deyərdim ki, film sanki icmal stilistikasında montaj olunub. Sanki biz bütöv bir filmin hissələrinə tamaşa edirik. Bu filmdə belə başa düşürük ki, münaqişəni təşkil eləyir qəhrəmanların daxili aləmi. Yəni daxili münaqişə onların antaqonisti rolunda çıxış edir. Amma bu antagonist ciddi maneə yarada bilmir onların fəaliyyətində. Nə qədər ciddi maneə olsa qəhrəmanın, protagonistin həyatında əsər bir o qədər baxımlı, bir o qədər özünə çəkimli olur.